Körpələr üçün olan eşitmə cihazlarından böyüklər üçün olan eşitmə cihazları arasında nə kimi fərqlər var? Böyüklər üçün olan eşitmə cihazları iki cür olur. Həm qulaq içi görsənməyən, həm də qulaq arxası görsənən cihazlar. Böyüklər bunu 17-18 yaşından sonra rahatlıqla istifadə edə bilərlər, rahatlıqla seçim də edə bilirlər. Elə adam var, kompleks yaşayır, deyir ki, mən istəmirəm görsənsin, işləyirəm və yaxud iclaslarım olur və yaxud müəlliməm, dərs deyirəm. Amma elə insanlar var ki, mənim üçün fərqi yoxdur, mən eşidim, bəs eləyir, qulaq arxası cihaz seçirlər. Amma uşaqlarda 18 yaşına qədər biz ancaq qulaq arxası cihaz verə bilirik, görünən cihaz verə bilirik. Niyə? Bizim üçün uşağın əsas səsləri eşitməsi vacib olduğuna görə o cihazlar 2 mikrofon, 2 generatorlu cihazlar olur. Səsi tam şəkildə çatdırır deyənə məsləhətimiz, düzdür, valideynlər çox vaxt deyirlər ki, istəmirəm görsənsin, məktəbdə uşağı var eləyənlər kompleksə düşər. Amma qəti şəkildə biz 17-18 yaşına qədər uşağın o qulaq inkişafı dayanana qədər tibbi tərəfdən daha məqsədə uyğundur. Məqsədə uyğundur ki, qulaq arxası cihazlar və digital eşitmə cihazları istifadə eləsinlər.